Xoş gördük Gülər xanım. Sizi daha yaxından tanıyaq. Salam, mən də xoş gördüm sizləri. Mən Gülər Əmirahova, 15 ildir memarlıq fəaliyyətim var. Memarlıq sahəsində işləyirəm. 2008-2012-ci ildə Memarlıq və İnşaat Universitetində oxumuşam və bitirmişəm. 2023-cü, 2025-ci ildə isə Polşada Port Development Management Universitetinin magistraturasını memarlıq üzrə oxuyub bitirmişəm. Və bu illər ərzində hələ ki universitetdə oxuduğum müddətdə memarlıq artıq peşəsindən işləməyə başlamışam. Çünki bu peşə mənə hələ kiçik yaşlarımda artıq var idi. Nəsə yaratmaq, nəsə bir şeydən düzəltmək, bir şeyi fərqli bir formaya çevirmək. Yəni bu kiçik yaşlarımda məndə maraq dairəmdə idi və böyüdükcə artıq bu maraqdan çıxıb artıq belə deyim həyat tərzimə keçdi və bu həyat tərzimi işimə, gələcəyimə və peşəmə yönləndirdim. Bugünkü gün belə deyək, çox xoşbəxtəm ki, yaxşı ki də yəni ki bu fikrə gəlmişəm, bu qərarı almışam. Çünki memarlıq mənim üçün bir bütünlükdür və bir bütündür. Bunun üçün inşallah ki, daimi bu peşə üzrə daha da sahəmi mükəmməlləşdirirəm və üzərimdə daha da işləyirəm. Çünki bilirsiniz ki, memarlıq elə bir peşədir ki, hər zaman daim inkişaf eləyir. Həmişə, hər zaman daim yeniliklər çıxır, yeniliklər yaranır və bu yeniliklər üçün gərək daim insan da öz üzərində çalışmalıdır, yeniliklərlə öyrənməlidir, yenilikləri bilməlidir ki, bunu öz peşəsinə gətirsin, çıxartsın və eyni zamanda bizim müraciət edən insanlara bunu göstərmək, bunu axtarmaq üçün mən də fəaliyyətimi hər zaman inkişaf elətdirirəm. Bu bizim üçün vacib bir şeydir. Və artıq bu illər ərzində bir çox, yəni bilmirəm, bilirsinizmi, mən bir çox layihələrin artıq müəllifiyəm. Fəaliyyətim düzdür, kiçik yaşlarından kiçik deyərdim, çünki nəyə görə memarlığın özü ilk yaşlarda bir kiçik memar kimi fəaliyyətə başlamışam və kiçik memar kimi olsam da böyük bir layihələrdə başladım. Bu mənim üçün belə deyərdim bir şansdır, böyük bir uğur idi bu mənim üçün. Çünki adlı sanlı tanınmış bir layihələrimiz var, bilirsiniz, Azərbaycanda. Flame Towers kimi, Heydər Əliyev Mərkəzi, muzeyi kimi. Yəni bu böyük bir layihələrdə mən memar kimi, kiçik memar kimi çalışmışam və orada çox şeylər öyrənmişəm. Yeniliklər, yeni materiallar olsun, yeni konstruktiv formalar olsun. Bunlar mənim üçün böyük bir, deyərdim ki, təcrübə oldu. Və bu təcrübələrimin sayəsində gələcək iş həyatımda bunları daha da inkişaf elətdirdim və iş layihələrimin ortalığına qoydum. Və əsas fəaliyyətim sərbəst olaraqdan 2020-ci ildə başladı. Sərbəst müəllif kimi 2020-ci ildə artıq öz layihələrimi belə deyək imza atdım və 2023-cü ildən isə Flux şirkətimi yaratdım və çox sevinirəm ki, mən bugünkü gün bu şirkətimlə Azərbaycanda və bizim gözümüzün nuru, gözümüzün işığı Qarabağ zonasında böyük bir layihələr artıq işlədim və layihələrim orada hal-hazırda tikilir. Bu mənim üçün böyük bir qürur hissidir və mən bu qürur hissi ilə çox sevinirəm və sizinlə də bunu bölüşürəm, belə deyərdim. Və Qarabağda artıq 6 dənə kənd biz belə deyə layihələndirdik. Hal-hazırda kəndin işləri gedir, bərpası, yenidən qurulma işləri orada davam edir. Zəngilan 5 ulduzlu otel layihəmiz tikilir. Yəni bir çox layihələr tikilir, bəzilərinin adını indi hamısını saya bilməyəcəm. Yəni layihələrimiz çox şükür ki, çoxdur və artıq düşünürəm ki, ola bilər ki, gənc şirkətik, amma gənc şirkət olaraqdan adımız tanınır. Flux olan deyəndə Flux artıq bilinir ki, kimdir, necə bir şirkətdir
və bu şirkətin bu profilini yaratmaq üçün çox çabalamışam, çox əziyyətlər çəkmişəm və düşünürəm ki, bu profili yaradılan bir profili, beyinlərdə yaranan bir fikir, Flux fikrini, Flux şirkətini yəni müraciət edək və bu sual kimi artıq o insanlarda yox, cavab olaraqdan bu səbəbə, yəni səbəb odur ki, ciddi işə yanaşma və müasir memarlıq, göz oxşayan, estetik görünüşlü binalar olsun, kəndlər olsun, yaşayış kompleksləri olsun, fərqi yoxdur. Yəni, nə kimi müraciət olunacaqsa, artıq onlarda sual yox, cavab olaraqdır ki, bəli, biz Fluxa, biz Gülər xanım müraciət eləməliyik, çünki biz nə istəyirik, onu bizə onlar verəcək. Flux verəcək, Gülər xanım verəcək və mən bunu, belə deyək, bunun üçün çox çabalayıram, çox çalışıram, çox üzərində işləyirəm və inanıram ki, yəni bu düşündüyümü də həyata keçirdə biləcəm və bilirəm, yəni düşünürəm bunu. Bu qədər özüm haqqımda. Gülər xanım, memarlıqda daha çox hansı üsullar bəyənirsiniz? Memarlıq üslubu tarixin müxtəlif dövrlərindən estetika, funksionallıq və texnologiya inkişafına görə dəyişmir, olduğu kimi qalır. Məsələn, baroko, art deco, klassika və s. Bu üslublar bugünkü günümüzə qədər gəlib çatıb ta keçmiş tarixdə. Sadəcə olaraq 2026-cı ildə yeni stillər, yeni üslublar meydana gəlib, çünki daha da inkişaf edirik, yeni axtarışlar, yeni formalar. Bu üslublardan, məsələn, biofizika, minimalizm, neoklassika, parametrik üslubları var. Biofilik üslub bu deməkdir ki, təbiətlə tikilinin bir-birinə vəhdəti, bir-birinə bağlılığını. Məsələn, biz fasadlara yaşıllıqlar veririk, işıqlanma. Yəni bu artıq ekoloji təmizlik bir forması kimi yaradılan bir üslubdur. Minimalizm üslubu az və çox genişlik kimi nəzərdə tutulur, işıqlı, daha az əşyalardan, daha geniş ortamdan istifadə olunur, düz, əyri bir şeylərdən az istifadə olunur, daha çox doğru, düzgün bir xətt formasındadır minimalizm. Parametrik üslub isə bizim dünyaca məşhur, bizim yox da yəni ki, dünyaca məşhur memarımız Zaha Hadid, yəni bunun işlətdiyi üslub parametrik üslubdur. Yəni əyri formalar, çətin konstruktiv elementlər, bu daha müasir, daha göz oxşayan bir üslubdur və neoklassika. Neoklassika klassikanın müasirlik bir elementlərin bir-birinə bağlı, bir-birinə deməli birləşmiş bir formasıdır. Neoklassika bu da daha gözəldir, yəni göz oxşayan binalar, fasad görünüşləri verir və eyni zamanda interyerdə də bunlar istifadə olunur. Mənim sevdiyim üslubu soruşursunuzsa əgər, mənim daha çox parametrik memarlıq üslubunu bəyənirəm. Zaha Hadidin yəni yaratdığı bir üslub kimi, yəni əyri formalar, daha gözəl, estetik memarlıq fasad binalar, belə memarlıq formaları daha çox mənə yəni xoş gələn, məni yəni maraqlı gələn, yəni bu üslubdur, parametrik üslubdur. Prezidentin sərəncamı ilə 2026-cı il şəhərsalma və memarlıq ili elan edildi. Bu haqda nə düşünürsünüz? Bəli, doğru olmadınız. Bu il memarlıq və şəhərsalma ili olacaq və düşünürəm ki, ölkəmizin müasir, ekoloji təmiz və dayanıqlı yenidən yaşayış məntəqələrinin qurulmasına dövlətin təşəbbüsü ilə, dövlətin yardımı ilə yəni layihələr işləniləcək və daha da inkişaf edəcək. Eyni zamanda bilirsiniz ki, bu il Dünya Şəhərsalma Forumu bu 13-də keçiriləcək. Bakı belə ailə sahibliyi eləyəcək. Böyük bir tədbirdir və düşünürəm ki, bu tədbirin də bizim ölkəmiz üçün çox yəni bir xeyir gətirəcək, xeyir olacaq. Və əsas məqsədi nədir? Müasir şəhərsalma standartları, eyni zamanda ağıllı
ekoloji təmiz mühit, eyni zamanda və bununla yanaşı, müasirliklə yanaşı tarixi abidələrimizin qorunması və bunlara mütləq surətdə diqqət edilməlidir. Və bu forumda, eyni zamanda bu forumda bizim ölkəmizin tanınması yönlü mən düşünürəm ki, çox yaxşı olacaq və bu il bizim demək olar ki, memarların düşünürəm ili olacaq, çünki böyük layihələr, çünki nəinki Bakıdan kənar rayonlarda şəhərsalma inkişafı, yaşayış məntəqələrinin inkişafı üçün yönlü layihələrin işlənilməsi. Yəni düşünürəm ki, çox gözəl bir il olacaq, çox gözəl bir qərardır və bizə düşən nədir? Biz memarlara düşən odur ki, biz daha da gözəllik eləmək, Bakımızı, Azərbaycanımızı daha da gözəlləşdirmək, eyni zamanda sağlamlıq üçün ekoloji təmiz layihələr hazırlamaq, gələcək nəsil üçün, gələcək Azərbaycanlılar üçün gözəllik yaratmaq və ölkəmizə gələn turistlər, ölkəmizə gələn qonaqlarımız Azərbaycanın, Bakının gözəlliyini görüb valeh olması. Düşünürəm ki, inşallah bu il gözəl işlər olacaq, gözəl layihələr olacaq. Bugün qonağımız Gülər xanım oldu. Təşəkkür edirik Gülər xanım, bugün bizi qəbul edib, suallarınızı cavablandırdığınız üçün. Mən təşəkkür edirəm ki, gəldiniz. Çox xoş oldu söhbət, minnətdaram.